Salam dəyərli müəllimələr. Bu günləri sizlər üçün 5-ci sinifdən texnologiya dərsindən 7-ci mövzunun, yəni ailə büdcəsinin formalaşması mövzusunun izahını verəcəm. Deməli, dəyərli müəllimələr, əvvəlcə gəlin görək iqtisadiyyat nə deməkdir? İqtisadiyyat təsərrüfatın qayda və qanunlarının səmərəli idarə olunmasıdır. Yəni, ev təsərrüfatı nə deməkdir? Ev təsərrüfatı. Deməli, ev təsərrüfatı ev həyatının idarə olunması üzrə işlərdir. Bax, sizdən soruşdular ki, ev təsərrüfatına nələr daxildir? Bunlara ev təsərrüfatına əmlakdır, pul vəsaitləridir, ev şəraitində istifadə edilən əmək alətləri daxildir. Amma desələr ki, dəyərli müəllimələr, ev təsərrüfatının idarə olunması, ev təsərrüfatının idarə olunmasında ev işlərinin yerinə yetirilməsidir, yeməyin hazırlanmasıdır, evin yığışdırılmasıdır, xırda təmir işlərinin görülməsidir, ev heyvanlarına qulluq, həyatyanı sahənin saxlanmasıdır. Yəni, bu deməkdir. Bəs dəyərli müəllimələr, ailədə əmək fəaliyyətinin təşkili nə deməkdir? Yəni, təsərrüfatın, ailədə əmək, təsərrüfat fəaliyyətinin təşkili nədir? Necədir təşkili? Buna baxaq. Bunun əvvəlcə ailə istehlakının təşkili ailə üzvlərinin tələbatlarının ardıcıllıqla təmin edilməsidir. Sonra ailədə deməli ailə əmlakının yığılmasıdır, əldə edilməsidir, saxlanmasıdır, artırılmasıdır. Əmək hazırlığı və tərbiyəsi, təhsil almaq, peşəyə yiyələnmək ailə üzvlərinə köməkdir. Bir də əmək qabiliyyəti olmayan ailə üzvlərinə qayğıdır. Yəni təqaüdçilərdir, əlillərdir, uşaqlardır. Bunlar daxildir. Sonra, bəs ev təsərrüfatının iqtisadiyyatı nədir dedikdə, ev təsərrüfatının iqtisadiyyatı ailənin gündəlik iqtisadi həyat haqqında elmdir. Bəs vəsaitlər özü neçə qrupa bölünür? Dəyərli müəllimələr. Vəsaitlər özü 4 qrupa bölünür. Deməli, maliyyə, maddi, əmək və energetik. Gəlin ayrı-ayrılıqda bunların açıqlamasına baxaq. Maliyyə odur ki, ailəyə soyuducudur. Paltar yuyan maşındır. Ütü, toz soran almaq üçün maliyyə vəsaiti lazımdır. Parçadır, plastik kütlədir, oduncaqdır, metaldır, şüşədir. Bunları almaq üçün isə bizə maddi vəsaitlər lazımdır. Deməli, dəyərli müəllimələr, vəsaitlər ailə təsərrüfatının şərti olaraq 4 qrupa bölünməsi, yəni dəyərlər, ehtiyatlar və imkanlardır. 4 qrupa bölünmüş həmən vəsaitlər bizim dəyərlərimizdir, ehtiyatlarımızdır, imkanlarımızdır. Əmək, ailə üzvlərinin işi əməyidir. Maliyyə, pul, gəlirdir. Maddi, əmlakdır. Ailə təsərrüfatının elementləri də ərzaqlarıdır. Energetik isə adından məlumdur. İstilikdir, enerjidir, yanacaq mənbələridir. Sonra, deməli, gəlin bəs görək, ailədə xərclər necə? Xərclər büdcədəki pul vəsaitinin nəyinsə alınmasına, işlədilməsinə sərf edilmiş hissəsidir. Məsələn, biz gedirik, nə salırıq, pulumuzu xərcləyiriksə, deməli, bu xərcdir. Hər bir ailənin də bilirik ki, xərcləri var. Məsələn, qidalanmaya xərc edirikmi? Kommunal xidmətlərdir, nəqliyyat xərcləridir, sanitar-gigiyenik məqsədlər üçün ayrılmış xərclərdir, təhsilə ayrılmış xərclər, vəsait, sağlamlığımızın möhkəmlənməsi və saxlanılmasına ayrılmış vəsaitdir. Sonra, deməli, mədəni və mənəvi tələbatların ödənilməsinə ayrılmış xərclərimizdir. Deməli, bilirik ki, bax, bu saydığımız xərclər daimi və dəyişən xərclərdir. Daimi xərclər odur ki, qidaya ayrılan xərclər, kommunala ayrılan xərclər daimidir. Sonra, amma digər şəxsi planlardan, şəraitdən asılı olaraq yaranan xərclərimiz isə dəyişən xərclərdir. Bunlara da məzuniyyətdir, teatrdır, sərgidir, bunlar nəzərdə tutulubdur. Amma dəyişən xərcləri isə ilin fəslindən asılı olaraq da yarana bilər. Məsələn, uşaqların məktəbə hazırlanmasıdır, qışda mənzillərin isidilməsidir. Bəs gözlənilməyən xərclər necə? Gözlənilməyən xərclər deməli, dəyişən xərclərə aiddir. Yəni, gözlənilmədən gələn qonaqdır, xəstəlikdir, bunlardır. Ailənin gəlir və xərclərinin müəyyən zaman kəsikləri üzrə planlanması ailə büdcəsi adlanır. Əgər biz hər hansı bir dövrdə
Gəlir xərcdən artıq olarsa, onda pulların bir qismi yığıma yönələcək. Yox, xərc gəlirdən artıq planlaşsa, onda büdcə kəsirli olacaq. Yox, hər ikisi, həm xərc, həm gəlir eyni bərabər olsa, bu zaman büdcə tarazlaşıbdır. Büdcə kəsiri nədir bəs? Büdcəmizdə olan kəsir nədir? Büdcədə planlaşdırılmış xərclərə, yəni pul vəsaitinin çatışmayan hissəsidir. Büdcəmizdə olmalıdır 300 manat, büdcədə var 150 manat. Deməli, bizim büdcə kəsirimiz odur ki, büdcəmizdə 300 manat olmalıydı, 150 manat var. Deməli, bizim büdcəmizdən 150 manat kəsirimiz var. Dəyərli müəllimələr, bu izahlarımızdan yararlanmaq istəyirsinizsə, dərsləri asan, sadə dildə öyrənmək istəyirsinizsə, 050 433 35 49 nömrəsinə müraciət edərək ödənişli dərslərimizə qoşula bilərsiniz.